Şuşanın səsi. El azattır, dil azaddır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur aşışam, bir də bir qərinə cavanlaşırsan. İstəkli dinləyicilər, bildiyiniz kimi Şuşanın Səsi layihəsi bu yurdun görkəmli şəxsiyyətləri haqqında söhbətlərlə davam edir. O şəxsiyyətlər ki, nəinki Şuşanın, eləcə də Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olub. Keçən proqramımızda sizə Qarabağ xanlığının banisi, sərkərdə, Qarabağın qədim soylarından olan Cavanşir nəslindən Pənahəli xan Cavanşir haqqında söhbət açmışdıq. Bəs bu dəfəki qəhrəmanımız kimdir? Sözü professor, siyasi elmlər doktoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədova verirəm. Buyurun Elçin müəllim. Xoş gördük Yabəniz xanım. Bugünkü söhbətimiz Qarabağ xanı İbrahim Xəlil xan haqqındadır. Pənahəli xan vəfat etdikdən sonra onun yerinə bacarıqlı oğlu olan İbrahim Xəlil xan keçdi. O 1732-ci ildə anadan olmuşdu. Öz dövrünün uzaq görən siyasətdən və idarəçilikdən məlumatı olan bir dövlət adamı kimi artıq İbrahim Xəlil xan cəsur, ağıllı atasının yolu ilə gedərək Azərbaycanın qüdrətli xanlarından biri oldu. Və həmin dövrdə Qarabağ xanlığının güclənməsi uğrunda həm o ömrü boyu mübarizə apardı, həm də heç bir xarici dövlətə baş əymədi. Onun bu uğurlarının qazanılmasında Qarabağ xanının baş vəziri Molla Pənah Vaqifin də böyük xidmətləri olmuşdur. Rus alimi professor Kovalenski Gürcüstan haqqında qeydlər əsərində Qarabağ xanından belə söz açırdı. İbrahim Xəlil xan Şuşanı elə bir cəsarətlə müdafiə edirdi ki, onun adı bütün İranda və Rusiya İmperator sarayında məşhurlaşmışdı. Öz qüvvəti, qoçaqlığı və zənginliyi ilə İbrahim Xəlil xan çoxdan şöhrət qazanmışdır. Şöhrət düşəndə cəhcan alınma, mən deyə bilmərəm səndən doymuşam. La radio internationale d'Azerbaïdjan 85. В эфире «Голос Шуши». Biz bu günləri İbrahim Xəlil xan haqqında Qarabağnamələrdə, digər müxtəlif mənbələrdə onun bir qüdrətli bir hökmdar, bir sərkərdə kimi fəaliyyəti haqqında danışarkən Abbasqulu Ağa Bakıxanovun Gülüstan-ı İrəm əsərinə də müraciət etməliyik. Çünki orada yazılmış İbrahim Xəlil xan haqqında fikirlər çox maraqlıdır, çox vacibdir və ictimaiyyətimiz üçün də çox maraqlı fikirlər var ki, orada İbrahim Xəlil xanın hünəri, ədaləti və sadə rəftarlı bir hökmdar olması haqqında Bakıxanov özünün Gülüstan-ı İrəm əsərində yazır. Eyni zamanda Şuşanın müdafiəsində İbrahim Xəlil xanın qəhrəmanlığından da söhbət açılır. Qeyd etmək lazımdır ki, Şuşanın müdafiəsində İbrahim Xəlil xan 20 minlik qoşun yaratmışdı və həmin dövrdə bütün döyüşlərə özü rəhbərlik, sərkərdəlik eləyirdi. Onun qoşunlarında hətta qadınlar da mərdliklə vuruşurdular. Onlar hamısı İbrahim Xəlil xanın ətrafında səfərbər olmuşdular. Necə ki, biz 2-ci Qarabağ müharibəsində cənab prezident Ali Başkomandan İlham Əliyevin ətrafında bütün Azərbaycan xalqı və bütün dünya Azərbaycanlıları səfərbər oldu və həmin dövrdə də İbrahim Xəlil xanın
onun şöhrəti həm hər tərəfə yayılmışdı, həm onun o zamanki dövrdə Qarabağ xanlığı daxilində Şuşada böyük hörməti var idi və İbrahim xan hakimiyyəti illərinə nəzər salsaq, təbii ki 1763-1806-cı illəri nəzərdə tuturam, Qarabağ xanlığı həm də həmin illərdə çox böyük sürətlə inkişaf dövrünü yaşadı və inkişaf etdi. Şuşada quruculuq işləri, tikinti işləri demək olar ki, çox geniş vüsət almışdı. Duklusume k Şuşayı Cayna, Şuşayı Cayna Şavnakume. أنتم تستمعون إلى صوت شوشة. صوت شوشة لا يزال مستمرا. Həmin dövrdə Qarabağ xanlığı həm də getdikcə güclənərək xanlığın ərazisində Şuşadan başqa digər ərazilərdə, yəni ki, Əsgəranda Əsgəran qalasının salınması, Ağoğlan qalaları, Şuşa qalasının digər istiqamətdən olan divarları və digər diqqətə layiq strateji əhəmiyyətli qalalar, bürclər tikildi. Onun dövründə 17 məhəllə ki formalaşmışdı Şuşada. O 17 məhəllənin 9-u aşağı məhəllələr adı ilə Pənahəli xanın vaxtında salınmışdı. Şəhərin təbii ki relyefinə uyğun olaraq. İbrahim Xəlil xanın vaxtında isə digər 8 məhəllə salınmışdı ki, o 8 məhəllə haqqında biz əvvəlki verilişlərimizdə danışmışıq ki, bu 8 məhəllə də məhz İbrahim Xəlil xanın vaxtında şəhərin indiki mərkəzi olan hissəsində salınmış məhəllələr idi. Şəhər çox qısa bir müddət ərzində xeyli böyüdü, təbii gözəlliyi, hündür binaları, karvansaraları, cümə məscidi və möhtəşəm qala divarları ilə diqqəti cəlb etməyə başladı. Hər yay sənin yaylalığına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşam, cəmalına qurulmuşam. Vous entendez la voix de Choucha. La voix de Choucha continue. Şuşa sıxmaq çeldədən. İbrahim Xəlil xan haqqında danışarkən, onun bütün fəaliyyəti dövründə olan Qarabağda, Şuşada olan quruculuq işləri ilə yanaşı, eyni zamanda həmin dövrdə baş vermiş mühüm bir hadisəni, yəni onun ölümündən bir il əvvəl baş vermiş hadisəni diqqətdən kənarda saxlaya bilmərik. Son illər ərzində Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı da hər zaman Qarabağın tarixən Azərbaycana məxsus olması, Azərbaycanın ayrılmaz hissəsi olması haqqında son 20 ildən artıq müddətdə diplomatik fəaliyyəti sayəsində, yəni ki, müxtəlif beynəlxalq tədbirlərdə, istəyir ölkə daxilində olsun, istəyir ölkə xaricində olsun, mühüm beynəlxalq platformalarda təbii ki, 2-ci Qarabağ müharibəsi ərəfəsindən ta müharibənin gedişində də Qarabağın tarixi ilə bağlı, onun keçmişi ilə bağlı kifayət qədər faktlara müraciət edirdi və bu faktlardan biri də məhz İbrahim Xəlil xanın dövründə imzalanmış Kürəkçay müqaviləsi idi. Mənim çıxışımdan sonra eşitmişəm ki, Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Çox yaxşı ki, tarixi yaxşı bilsinlər və özlərini aldatmasınlar, beynəlxalq ictimaiyyəti aldatmasınlar. Çünki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. İbrahim xan bir tərəfdən və Rusiya generalı digər tərəfdən imzalayıb. Və İbrahim xan Qarabağlı və Şuşalı bunun vəzifəsi, bunun haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi. Yəqin ki, bu tarixi bilmirdilər. Çünki onlar o qədər bir-birini aldadıblar. O qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. صدای شوشا را میشنوید. شوشا صدو گوش دادیم. شوشا صدو دوام کرده. صدای شوشا ادامه دارد. ...1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı general Sisyanov arasında Kürəkçay müqaviləsi, andlı öhdəlik imzalandı. Təbii ki, Kürəkçay müqaviləsi həmin dövrdə imzalanarkən hələ ermənilər Qarabağa köçürülməmişdi. 1805-ci il mayın 14-də qeyd olunduğu kimi Qarabağ xanı İbrahim xanla Rusiyanın
Qafqaz qoşunlarının baş komandanı olan Siyanov arasında Kürəkçay sahilində bir müqavilə imzalandı ki, bu da tarixdə Kürəkçay müqaviləsi və ya andlı öhdəlik kimi tarixdə qaldı və həmin ildə imzalanmış o müqaviləyə dövlət başçısı 2-ci Qarabağ müharibəsinin əvvəlki dövrdə də çıxışlarında dəfələrlə toxunmuşduq. Bu müqavilə haqqında ümumiyyətlə geniş ictimai fikirdə bir məlumat da yox idi. Eyni zamanda Kürəkçay sülh müqaviləsi imzalanması vaxtı Qarabağ xanı İbrahim Xəlil xanla Siyanov arasında imzalanmış bu müqavilə haqqında danışarkən cənab prezident hansı fakta daha çox üstünlük verir ki, imzalanmış Kürəkçay müqavilə bütün maddələrində mən Qarabağlı, Şuşalı İbrahim xan əvvəldə bu ifadədən istifadə olunur. Yəni ki, bu mühüm məsələ idi. Qarabağ və Şuşa xanı İbrahim Xəlil xan imzaladığı bildirilirdi burada, yəni bu onu göstərirdi və digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdı. La radio internationale d'Azerbaïdjan, 85. В эфире «Голос Шуши». Bu çox mühüm məsələdir. Ona görə bu məsələyə toxunduq ki, Kürəkçay müqaviləsi imzalanarkən əgər o torpaqların sahibləri doğrudan da ermənilər olmuş olsaydı, Sisyanov Qarabağ xanı İbrahim xanla yox, hər hansı bir erməni ilə o müqaviləni imzalayardı. Orada hakimiyyət sahibi, yəni İbrahim Xəlil xan idi deyə və müqavilədə də bir neçə yerdə var. Əvvəldə mən Qarabağlı Şuşalı İbrahim xan ifadəsi işlədilir və öhdəlik götürülür. Təbii ki, bu öhdəliyi bir il sonra kobud şəkildə pozdu. Qarşı tərəf bir il sonra İbrahim Xəlil xan 17 nəfər qohumları ilə birlikdə qətlə yetirildi. Daha sonraki vaxtlarda isə həmin öhdəlik kobud şəkildə pozularaq ümumiyyətlə xanlıq ləğv edildi. Bu 1822-ci ilə təsadüf edirdi. Qarabağın tarixən Azərbaycana məxsus olması və ermənilərin orada yaşamaması, eyni zamanda o torpaqların sahiblərinin Azərbaycanlılar olması, Pənahəli xan Cavanşir olması, İbrahim Xəlil xan Cavanşir olması faktlarla sübut olunur ki, həmin də faktlardan biri məhz o Kürəkçay müqaviləsidir ki, o da dövlət başçısının qeyd etdiyi kimi internetdə var. Kim istəyir açar, oxuya bilər və görər ki, bu torpaq əzəli Azərbaycan torpağıdır. 1806-cı il iyunun 12-sində İbrahim Xəlil xan Şuşa yaxınlığındakı xan bağında 17 nəfər ailə üzvü ilə birlikdə Rus mayoru Lisanevicin dəstəsi tərəfindən qətlə yetirilib. İbrahim Xəlil xanın varisləri Ağabəyim ağa, Azərbaycan və Fars dillərində şeirlər yazaraq şərqdə məşhur oldu. Ömrünün sonlarında tərki dünya bir həyat sürərək 1831-ci ildə İranın Qum şəhərində vəfat etdi. Gövhər ağa, böyüyərək Qarabağda xeyriyyəçi kimi məşhur oldu və 1867-ci ildə Şuşada vəfat etdi. İbrahim xanın ölümündən sonra onun Rusiyada təhsil alan oğlu Mehdiqulu xan Qarabağın xanı oldu. Mayor Lisaneviç istefaya çıxdı, 91 yaşında Sankt-Peterburqda vəfat etdi. Vani yüzbaşı imperatordan məlik rütbəsi aldı, 1811-ci ildə Şuşada vəfat etdi. Verilişin müəllifi Profesör Elçin Əhmədov, rejissoru Ülviyə Zamanlı, aparıcı Xuraman Həsənova, redaktor Aybəniz Məmmədəliyevadır.